Bir sözlə, dövlətçilik əleyhinə fəaliyyəti strateji hədəf seçən, bu məqsədlə ANT Azərbaycan şəbəkəsi ilə gizli sövdələşmələrə girən, 5-ci kolonun xidmətçilərinə çevrilən cəbhəçilər Ermənistanın sərhəd təxribatından öz məqsədləri naminə yararlanmaq istəsə də, cəmiyyət onların məkirli planlarına yox dedi. Bakıda təşkil olunan orduya dəstək yürüşünü parlamentə hücum və hakimiyyət çevrilişi formasına salmaq istəyən ünsürlərin əməlləri isə yalnız dövlətə xəyanət kimi qiymətləndirilə bilər. Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin daxil olduğu şər yuvası, xəyanət şəbəkəsi Vətən müharibəsi ərəfəsində ictimai rəydə Azərbaycanın sarsıdıcı zərbə alacağı və uduzacağı rəyini formalaşdırmağa yönəlirdi. Və o zamanlar həmin şəbəkənin bəyanatlarına nəzər salsaq görərik ki, bu bəyanatlar David Tanayanın, Konstantin Zatulinin Azərbaycan müharibəyə başlasa məğlub olacaq və daha çox torpaq itirəcək hədə-qorxu mesajları ilə tam eyniyyət təşkil edirdi. Üstəlik, sifarişin məhz bir mərkəzdən verildiyini sonraki proseslər də təsdiqləyir. Belə ki, Ramiz Mehdiyev radikal müxalifəti daim aktiv fəaliyyətə sövq etmək, xaricdəki söyüş müxalifəti ilə birləşərək ölkəni gərgin vəziyyətdə saxlamağa çalışır. Böyük qələbədən sonra da klaviatura qəhrəmanlarının sosial şəbəkə hesablarında məqsədli şəkildə dezinformasiyalar yayması, qalib xalqın ruhuna şübhə toxumu səpməsi, bununla da vətəndaş inamsızlığı yaratma cəhdləri daxili düşmənlərin hakimiyyəti qəsb etmək siyasətindən əl çəkmədiyini açıq şəkildə ortaya qoyur. Və nəhayət, araşdırmalar Ramiz Mehdiyev və ona bağlı qüvvələrin necə deyərlər, böyük ideoloq yox, adi fırıldaqçılar, rüşvətxorlar, korrupsionerlər olduğunu tam şəkildə təsdiqləyir. Bəli, bu ünsürlərin dövlətə vurduqları zərbə heç bir halda bağışlana bilməz və bağışlanmayacaqdır. Ərazi bütövlüyü və suverenliyin bərpasından sonra yeni dövr hədəflərinə doğru irəliləmək əvəzinə Azərbaycanı böyük güclərin maraqlarına satmaq, ölkəni yenidən xaos və anarxiyaya sürükləmək, ən böyük nemət olan müstəqilliyi məkirli dairələrə peşkəş vermək kimi niyyətlər bu şəbəkənin hər bir üzvünə, vətən naminə, xalq naminə, dövlət naminə ən ağır cəzanın verilməsini zərurətə çevirir. Çünki vətənə, dövlətə və xalqa xəyanətin bəraəti yoxdur.